Salam değerli izləyicilər. Mexaniki iş gücünə bağlı belə bir suala baxaq. 100 metr bir saniyə sürətlə uçan mərminin dərib keçə biləcəyi divarın qalınlığı 0,4 metrdirsə, 200 metr bir saniyə sürətə malik mərmi hansı ən böyük qalınlıqda divarı dərib keçə bilər? Sürtmə qüvvəsini sabit qəbul edin. Burada bilməliyik ki, mərmi divarı dərib keçdiyi halda divarın qalınlığı məhz mərmi üçün tormoz yolu olur. O səbəbdən də yaza bilərik ki, S tormoz bərabərdir MV0 kvadratı bölünsün 2 sürtümü. Yəni tormoz yolunun düsturu. Buradan da görürük ki, tormoz yolu başlangıc sürətin kvadratı ilə düzüm tanəsidir. Yaza bilərik S1 bölü S2 bərabərdir V0 1-in kvadratı bölünsün V0 2-cinin kvadratı. Birinci məsələ şəkildə də qeyd etmişik. 0,4-ə bərabər bölünsün S2. Birinci mərminin sürəti 100 metr bir saniyə verilmişdir. Kvadrat alsaq olacaq 10^4. İkinci mərminin sürəti isə 200 metr bir saniyə verilmişdir. 200 metr bir saniyə kvadratı alıb yazsaq olacaq 4 vurulsun 10^4. Bu rəqəmləri içəri götürdükdən sonra S2 bərabərdir qalacaq 1,6 metr. Yəni ki, mərmi 200 metr bir saniyə sürətlə hərəkət etdikdə 1,6 metr qalınlıqdakı divarı dərib keçə bilər. Sağ olun, növbəti videolarda görüşənədək.